Əgər bunlara baxmayaraq və yaxud da bunları edirsiniz və həvə də yorğunsunuz, o zaman bir həkimə müraciət etməyiniz vacibdir. Əlbəttə ki, yorğunluq deyib keçmək lazımdır. Yorğunluğu aradan qaldırmaq üçün bu deyəcəyim 5 qızıl qaydaya əməl et. 1. Yuxu rejiminə mütləq şəkildə əməl etməlisən. Gün ərzində 7-9 saat keyfiyyətli yuxu mütləq vacibdir. Söhbət keyfiyyətli yuxudan gedir. Bəzən biz bunu görürük ki, adamlar deyir, mən 8-9 saat yatıram, amma tez-tez yuxudan oyanıram. Bu keyfiyyətli yuxu deyil. İkinci, su bizim üçün çox-çox vacibdir. Gün ərzində bədəninizin ehtiyac olduğu qədər hər hansı bir ürək problemimiz yoxdursa, 2 litr yarım, 3 litr su qəbul et. Balanslı qidalan. Yəni, hər hansısa bir qidaya üstünlük verməkdənsə, hər bir komponentin daxil olduğu qidalanma mütləq vacibdir. Burada istər protein, istər yağ, istər karbonhidrat. Bu üçünün də olduğu qida rasionu bizim üçün çox-çox önəmlidir. Bu səbəblərdən də biri də hərəkət etməkdir. Hərəkətsiz insanlar yorğun olar. Hərəkət etmək və biz gün ərzindəki yorğunluğumuzu aradan qaldıra bilərik. Beşincisi isə və çox təəssüflər olsun ki, bu yola biz çox vaxt üstünlük vermirik. Biz bunu çox-çox göz ardı edirik. Nədir bu? Doğru şəkildə tənəffüs, doğru şəkildə nəfəs alıb vermək. Biz çox təəssüflər olsun ki, səthi nəfəs alıb veririk. Amma doğru nəfəs alıb verməklə biz yorğunluğumuzu aradan qaldıra bilərik. Əgər bunlara baxmayaraq və yaxud da bunları edirsiniz və həvə də yorğunsunuz, o zaman bir həkimə müraciət etməyiniz vacibdir.